Şəhidlər susur, amma tarix onların adını hayqırır. Bir anın deyil, bir ömrün qərarı olan bu uca zirvəyə yetişən şəhadət nəsibi olan qəhrəmanlarımızdan biri də Xaçmaz rayon Qaracı kənd sakini Əzizov Heybətqulu Maqsudoğludur. O, xidmətdə olduğu Müdafiə Nazirliyinin Ensali hərbi hissəsində 2014-cü ilin 23 mart tarixində şəhadətə ucalıb. Odlu silahdan açılan atəş nəticəsində. Amma Heybətqulu Əzizovun şəhadət şanını hələlik tarix deyil, onun ailəsi hayqırır. Çünki onun şəhid olduğu bu 11 il müddətində ailəsi onun şəhidlik statusunu ala bilməyib. Heybətqulu Əzizov vəfatından sonra yaşadığı kəndin məzarlığında dövlət və aidiyyatı qurumlar tərəfindən şəhid kimi dəfn edilib. Cəsədi Azərbaycan bayrağı ilə örtülmüş və hərbi ehtiramla vida mərasimində Fəxri Qaroğlunun iştirakı və yayılım atəşi ilə müşahidə olunub. Və şəhidlərin vərəsələrinə verilən bir dəfəlik 11.000 manatlıq sığorta ödənişi rəsmi şəkildə atası Əzizov Maqsud Heybətqulu oğluna ödənilib. Mənim oğlum 10 nömrə Azərbaycan Respublikasının 10 nömrəli əsasnamənin 1-ci, 2-ci, 6-cı maddəsinə hərbi hissənin xidməti vəzifəsinin yerinə yetirilərkən vəfat edib. Bugünkü gündə də mən onun oğlumun adını ala bilmirəm. Heybətqulu Əzizov vəfatından sonra Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət nəticəsində aparılan istintaqın yekununda onun xidmət etdiyi hərbi hissənin manqa komandiri Əskər Bağırov Vasif Qamətoğlunun ona qarşı mütəmadi formada apardığı zorakılıq və şərəf ləyaqətinin alçatması nəticəsində özünü öldürdüyü müəyyən edilir. Müəmmalı və təzadlı olaylarla cərəyan edən bu proses nəticəsində Gəncə Hərbi Məhkəməsi sözü gedən Vasif Bağırovu 6 il azadlıqda məhrum etmə cəzasına məhkum edir. Əzizovlar ailəsinin müqavilə bağlılığı vəkillərin sonradan işin müdafiəsinə çıxmaqdan imtina etməsi, mərhumla bağlı sosial platformalarda və media resurslarında paylaşılan məlumatların sonradan silinməsi və buna bənzər bir sıra bu tip hadisələr də qeyd etdiyimiz bu müəmmanın bir hissəsi hesab edilə bilər. Məhkəmə qərarı ilə hərbi prokurorluğun çıxartdığı, qoyduğu maddələr heç biri uyğun gəlmir. Dəfələrlə güc nazirliklərində də olsam da, məni əsaslandırıblar ki, sənin araşın ola-ola və Azərbaycan Respublikasının bayrağı təqdimi ola-ola sən oğlunun şəhid adını ala bilmirsən. Bunu çağırış üzrə dövlət xidmətinə də demişəm, hətta 3 gün bundan qabaqda olmuşam. Müdafiə Nazirliyində də əməkdaşınla olmuşam, generalla adlarını çəkmirəm. Demək, mən ekspertin qərarı bunların qoyduğu maddələrdən tamam uzaqdır. Ailəsi hərbi xidmətə könüllü yollanan Heybətqulu Əzizovla mütəmadi olaraq telefon əlaqəsi yaradırdı. Hər zaman pozitiv əhval-ruhiyyədə və stabil psixoloji durumda olan Heybətqulunun nə davranışları, nə də iradəsi heç kəsin onun özünə qəsd etməsi faktına inandıra bilmir. İstintaq işinin icraatında və yekun olaraq Gəncə Hərbi Məhkəməsinin verdiyi hökmə əsasən Heybətqulu Əzizovun manqa komandiri tərəfindən zorakılığa məruz qalaraq özünü öldürdüyü öz əksini tapsa da, onun xidmət etdiyi hərbi hissənin verdiyi xidməti xasiyyətnamədə Heybətqulu Əzizovun nizam-intizamlı, bacarıqlı və etibarlı bir əskər olduğu, xidməti vəzifəsini düzgün və layiqincə yerinə yetirdiyi, fiziki cəhətdən sağlam, mənəvi cəhətdən isə saf olduğu rəsmi olaraq bildirilir. Əzizovlar ailəsi aradan keçən bu 11 il müddətində umduqları bütün dövlət strukturlarına müraciət edib. İndi isə ölkə başçısı, ailə başkomandan İlham Əliyev cənablarına müraciət edirlər. Bir zamanlar mərhum oğlunun xidmət edib şəhid olduğu bu orduya zəfər nəsib edən, şanlı bayrağımızı Qarabağ torpaqlarımıza sancan, süngüsü ilə, qanı ilə zəfər yazan bu qüdrətli, rəşadətli ordunun ali başkomandanının ədalətinə sığınıb, ondan övladımızın şəhidlik statusunu almaq üçün səsimizə səs verməyini xahiş edirik. Bizim dövlətdən bundan savaya heç bir tələbimiz yoxdur, deyir Əzizovlar ailəsi. Bugünkü gündə mənim oğlumun ölüm səbəbini kiminsə ayağına çəkirlər, yəni ki, incidilmiş kimi qələmə verirlər, güya özünü öldürürlər. Yaxşı, mən bu sözü demək istəyirəm ki, hörmətli prezidentim, hörmətli baş ali komanda. Əgər mənim uşağım öldürmüşsə, güllənin məsafəsi var, deyən məsafəsi. Gülləni təyin etmək çox asandır. Oğlumun avtomatından da güllə açılmamışdı. Ona görə ki, mən öldüyü gündə orada olmuşam. Oğlumun avtomatı xidmətdə idi. Hətta bunu müstəntiqlər təkrar mənə göstərsə də, bu günləri mən oğlumun adını ala bilmirəm. Ona görə də mən əlacsız qalaraq sizdən xahiş edirəm ki, hörmətli prezidentim,
hörmətli Ali Baş Komandan, bizə kömək edəsiniz, bu işə düzgün qərar verilsin. Mən ölkə başçımıza, cənab İlham Əliyev, onun xanımına xahiş edirəm, bir ana kimi, oğul itirən bir ana kimi xahiş edirəm ondan, mənim səsimə səs versin. 11 ildir mən uşağımın cinayət işinin dalıcan gedirəm, hara gedirəm, heç kəs mənim sözümə səs vermir, sözümə baxmır, hələ dilə belə də olmalıdır. Bir ana kimi xahiş edirəm prezidentimizdən, Ali Baş Komandandan.